Əgər ürəyiniz şirniyyat istəyirsə və evdə az ərzağınız varsa, mütləq şəkildə bunu hazırlaya bilərsiniz. Ümumiyyətlə dekabr ayı bizdə peçenya tez-tez hazırlanır. Bundan istifadə edib sizinlə də paylaşmaq istədim. Peçenya üçün 2 ədəd yumurta, 1 stəkan şəkər tozu ilə çırpıram ağarana qədər. Daha sonra üzərinə 1 stəkan qatı və yarım stəkan bitki yağı. Unu hissə-hissə əlavə edirəm. Un əlavə etdikdən sonra qabartma tozu və vanili də unla bərabər əlavə edirəm. İlk olaraq ələ yapışan yumşaq xəmir yoğururam və ələ yapışmağından narahat olmayın. Xəmirin teksturası elə olur, ələ yapışır. Daha sonra isə dəzgaha unlayıram və xəmirimi yayıram. Yaydığım xəmirdən formalar kəsirəm bu cürə. Siz stəkanın ağzı ilə də kəsə bilərsiniz. Necə istəyirsiniz, hansı fiqurunuz var, ondan kəsə bilərsiniz. Daha sonra isə üzərini şəkər tozuna bərkidib bu cürə qatlayıram. Bişərkən kala gülünü xatırladır. Ocaqda təxminən 180 dərəcə müddətində bişirirəm. Bu cür bükə də bilərsiniz bu formada. Çox qəşəng olur həqiqətən. Həm dadlıdır, həm də tez hazırlanır. Mən bir porsiyon belə tam qızarmamış götürdüm. Digər porsiyonu isə tam qızarmış götürdüm. Sizə hansı xoşdur, hansı daha yaxşı gəlir, onu da edə bilərsiniz. Bu cür videolardan xəbərdar olmaq istəyirsinizsə, kanala like atıb abunə olmağı unutmayın. İnşallah ki, hansı videoları kanalda görmək istəyirsiniz, yorumlar qismində yaza bilərsiniz. Kanalda çox təəssüf ki, bəyənmə sayısı azdır. Mütləq şəkildə videonu izlədikdən sonra bəyən işarəsinə basa bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.